Pasiyentimiz 400 kilometr uzaqlıqdan bizə anji üçün müraciət eləyib. Şəkərli diabet xəstəsidir, damarlarında tıxanmalar olub. Daha əvvəl başqa bir klinikada, başqa həmkarımız tərəfindən ayağına stent implantasiya olunub. Doppler müayinədə stentin içində axım izlənilməyib. Stent içi daralmalar və stent sonrası da bir damarda daralma, tamamilə tıxanma var idi. Balonla angioplastika eləyib, axımı bərpa elədik. Bu anji müayinəmizin görüntüləridir. Biz damara buradan qasıq nahiyədən daxil oluruq və xüsusi dərman maddəsi, kontrast maddə dediyimiz maddə vurub damarları hər yerdə izləyə bilirik. Qara rənglənən damarımızın axım olan hissəsini göstərir. Burada kənarda görsənən boz haşiyə xəstəyə stentin yeridir. Gördüyümüz kimi artıq bu nahiyədə stent tamamilə stent içində 99% darlığa səbəb olan artıq plaklar var və bu nahiyədən isə qısa bir segment tam 100%-lıq daralıb. Bu balonlamadan əvvəlki görüntüdür və bu nahiyədə damar çox incəlib, daralıb və balonlamadan sonraki görüntüdə isə artıq bu stentin bitiş nöqtəsindən damarın tam açıldığını izləyirik. Damarın diametri normaldır, axım sürətlənib. Əsas bu xəstəliyin meydana gəlməsinə səbəb olan şəkərli diabetdir. Şəkər xəstələri mütəmadi olaraq ayaqlarını Doppler elətdirib, tıxanmaların vaxtında üstünə düşməlidirlər. Sağlıqla qalın.